Avropanın meteosat pech sistemlərinin ən son görüntülərin təhlilləri yayınlanır. Xüsusi ilə də aprel ayının artıq 19 axşam saatlarında Azərbaycan vaxtı ilə saat 22 radələrində artıq xüsusilə də Biləsuvar ərazisində və Naxçıvan ərazisində və Xankəndi ərazisində topa yağış buludlarının inkişafı müşahidə edilir. Xüsusilə də Naxçıvanda və Biləsuvar ərazisində isə bu topa yağış buludlarının intensiv inkişafı müşahidə olunur. Lokal xarakterli yağış yağması, şimşək çaxması, yağışın intensiv olması, dolu yağması ehtimalı da var. Bu sistemin tədricən Abşeron ərazisine doğru yaxınlaşması müşahidə edilir. Bu sistemin aktiv inkişafı gözlənir və aprel ayının artıq 20-si günün birinci yarısında isə bu sistemin Bakı ərazisindən daxil olması ehtimalı var ki, bu da aprel ayının 20-si səhər saatlarında başda da şimşək çaxması, leysan xarakterli yağışın yağması ehtimalı var. Bu barədə aprel ayının 20-si səhər saatlarında birbaşa pech görüntülərinin, radar görüntülərinin ən son təhlilləri kanalda yayınlanacaq. Avropanın CMWF Hava Təhlükəsizliyi Mərkəzinin model proqramlarının ən son təhlillərinə əsasən xüsusilə də yağıntı parametrlərinə biz baxanda görürük ki, aprel ayının 20-si səhər saatlarından başlayaraq xüsusilə də Dağlıq Şirvan ərazisində yağıntıların lokal qısa müddət ərzində intensiv güclü, hətta səhər saat 4-5 radələrdən başlayaraq səhər saat 9-10 radələrine qədər olan müddət ərzində isə Dağlıq Şirvanda dolu yağması, şimşək çaxması və leysanın qısa müddətli güclü olması ehtimalı var. Bu sistem tədricən Abşeron Bakı ərazisine doğru yaxınlaşacaq. Nəticədə aprel ayının 20-si səhər saat 6-7 radələrdən başlayaraq başda da havada buludluğun artması, artıq xüsusilə də aprel ayının 20-si səhər saat 10 radələrine qədər olan müddət ərzində, yəni səhər saat 6-7-dən başlayaraq səhər saat 10-11-ə qədər Bakıda da havada buludluğun kəsin artması, lokal xarakterli şimşək çaxması, yağış yağması və leysan xarakterli yağıntıların qısa müddət ərzində intensiv və güclü olması, lokal dolu yağması ehtimalları da var. Bu riski də nəzərə almaq lazımdır. Ümumilikdə aprel ayının 20-sindən başlayaraq Azərbaycan arasındakı qeyri-sabit hava şəraitinin daha da güclənməsi gözlənir. Aprel ayının 20-si artıq Azərbaycan arasındakı yağıntıların leysan xarakterli intensiv olması ehtimalı var. Xüsusilə də bu proses aprel ayının 20-si axşama doğru daha da güclənəcək. Aprel ayının 20-sindən 21-nə keçən gecə isə bu sistemin artıq Azərbaycanın demək olar ki, əksər rayonlarında aktiv olması gözlənilir. Aprel ayının 20-sindən 21-nə keçən gecə və 21 aprel günün birinci yarısında Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, eyni zamanda Dağlıq Şirvanda və Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göyçə, Göranbəy ərazilərində eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvanın Sədərək, Ordubad, Şahboz, Şərir ərazilərində eyni zamanda Mərkəzi Aranın Beyləqan, Ağcabədi, Bərdə, Ucar, Yevlax, Kürdəmir, Sabirabad, Saatlı, Salyan, Neftçala, eyni zamanda Qarabağın Aran ərazisi olan Bərdədə, Tərtərdə də hava şəraitinin kəsin dəyişilməsi ehtimalı var və Cəllabad, Masallı, Lənkəran, Astarlı, Yarımlı və Leş ərazilərində də aprel ayının da artıq 20-sində havada buludluğun artması, aprel ayının 20-sindən 21-nə keçən gecə və 21 aprel günün birinci yarısına qədər olan müddət ərzində isə hava şəraitinin daha da kəsinləşməsi nəticəsində yağıntıların leysan xarakterli intensiv olması ehtimalı var. Bu prosesi xüsusilə də Böyük Qafqaz ərazisində, Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran, Dağlıq Şirvan ərazisində isə bu prosesin artıq aprel ayının 21 günü birinci yarısında intensiv və güclü olması nəticəsində əksər çaylarda sululuğun bir xeyli artması ehtimalı var. Xüsusilə də Kür çayının yuxarı axınında, Kür çayının aşağı axınında, Araz çayında, eyni zamanda Naxçıvan arasından axan çaylarda, Gəncə, Qazax arasından axan çaylarda, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi arasından axan çaylarda və Böyük Qafqazın Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran, Dağlıq Şirvan arasından axan çaylarda da sululuğun kəskin artması və qısa müddətli sel, daşqın, çay yataqlarında isə su basma hadisələrinin baş verməsi gözlənir. Bu sistemin siqnalları ardıcıl olaraq onu göstərir ki, aprel ayının 21-i axşam saatlarına qədər olan müddət ərzində qeyri-sabit hava şəraiti Azərbaycan arasında aktiv olacaq. Aprel ayının 22-si, 23-də hava şəraiti nisbətən sabitləşsə də, aprel ayının 23 axşama doğru 24, 25, 26-sında hava şəraitinin yenidən kəskin dəyişilməsi ehtimalı var.
Bu barədə yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Çünki aprel ayının 23-cü axşamdan 24, 25, 26 apreldə Şimali Qafqazdan növbəti soyuq atmosfer cəbhəsinin keçməsi və bu sistemin Şimali Qafqazdan Cənubi Qafqaz, Azərbaycan arasında daxil olması nəticəsində aprel ayının 23-cü axşamdan 24, 25, 26 apreldə Azərbaycanın ərazisində hava şəraitinin yenidən kəskin dəyişilməsi ehtimalı riski var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Aprel ayının artıq 21-i axşam saatlarında doğru bu sistemin zəifləməsi gözlənilir. Aprel ayının ümumilikdə 20-si səhər saatlarından başlayaraq Bakı-Abşeron Sumqayıt arasında da hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Çünki topa yağış buludlarının intensiv inkişafı ehtimalı var ki, bu da aprel ayının 20-si səhər saat 5-6 radələrdən başlayaraq aprel ayının 20-si gündüz saat 11-12 radələrə qədər olan müddət ərzində Bakıda kifayət qədər qısa müddət ərzində hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Çünki topa yağış buludlarının aktiv güclü inkişafı gözlənilir. Aprel ayının 20-si səhər saat 6-7 radələrində əvvəlcə Abşeronun şimalında, yəni Sumqayıt, eyni zamanda Sarayda, Pirçağıda və Nardaran ərazisində havada buludun artması, şimşək çaxması ehtimalı var. Aprel ayının 20-si səhər saat 7-8 radələrində isə bu sistemin, yəni topa yağış buludlarının kifayət güclü inkişafı nəticəsində Bilgətdə, Maşdağan, Nardaranda leysan xarakterli yağış yağması. Aprel ayının 20-si səhər saat artıq 8-9 radələrində isə bu sistemin bir qədər də genişlənməsi nəticəsində artıq Abşeronun, Bakının, xüsusilə də Bakının Mərdəkan, Zaqulba ərazisində, Suraxanı, Binə, Hövsan ərazisində də hava şəraitinin kəskin dəyişilməsi, qısa müddətli leysan xarakterli yağışın yağması gözlənilir. Bu sistemin parametrlərinə baxanda biz görürük ki, bu sistem qısa müddət ərzində intensiv inkişaf edən topa yağış buludlarının aktiv inkişafı işarələrini verir. Bu da o deməkdir ki, topa yağış buludlarının şiddətli inkişafı nəticəsində supersel buludlarının da aktiv inkişafı ehtimalı var ki, bu da aprel ayının 20-si səhər saatlarında Bakıda kifayət qədər ciddi bir leysanın, hətta lokal dolunun belə ehtimalı var. Bu riski də nəzərə almaq lazımdır. Dolunun yağma ehtimalı 100% olmasa da, 1% belə olsa, bu supersel buludlarının birbaşa olaraq radar və pej məlumatlarının təhlilləri aprel ayının 20-si səhər saatlarında kanalda yayınlanacaq. Daha doğrusu bu sistemin güclənməsi qeydə alınarsa, bu barədə birbaşa olaraq ən son təhlillər kanalda yayınlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayınlanacaq.